Revanşistlər ayaqlanır, Qarabağı birləşdirməliyik. Ermənistanda bir qrup siyasi dəllal yenidən çırmanıb, Bakıdan sərt xəbərdarlıq. Ermənistanda bir qrup siyasi dəllal yenidən Qarabağ məsələsini gündəmə gətirmək üçün qollarını çırmayıb. Onlar indi də Qarabağın Ermənistana birləşdirilməsi kimi çeynənmiş ideyanı ortaya atıblar. Erməni Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Alvina Ağababayan iddia edib ki, bu prosesi reallaşdırmaq lazımdır. Müasir tariximizin ən təməl daşı Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsini elan etmək idi. Onu həyata keçirmək lazımdır. Göründüyü kimi, Ağababayan kimi sarsaqlar yenə qızışıb, həvəsə gəliblər. 44 günlük müharibədən aldıqları dərsləri unudublar. Buyursunlar, bu dəfə 44 gün lazım olmayacaq. Ən pis halda bir həftə kifayət edəcək. İntihası, onların baş naziri Paşinyan həmin çürük ideyanı konstitusiyadan çıxarmağa hazırlaşır və martda yeni qanunvericilik mətni hazır olacaq. Yəni erməni millətçiləri, daşnaq qüvvələri bir dəfəlik unutmalıdırlar ki, Qarabağın Ermənistana birləşdirilməsi absurd məsələdir. Hətta bunu işğal dövründə edə bilməyiblər. Paşinyan isə bu ərazilərin Azərbaycana aid olduğunu təsdiqləyib və 8 avqustda sülh mətni paraflanıb. Orada isə tərəflərin bir-birinə qarşı ərazi iddiaları qaldırmaması razılaşdırılıb. Bəs Ağababayan kimlər niyə hələ də sərsəm çıxışlar edirlər? Erməni cəmiyyəti doğrudanmı gələcəkdə Qarabağın Ermənistana birləşdiriləcəyinə inanır? Ermənilərlə Azərbaycanlıların qarşılıqlı səfərləri bu prosesə təsir edəcəkmi? Referans media xəbər verir ki, deputat Günay Ağamalı yeni müsavatlı açıqlamasında Alvina Ağababayanın fikirlərinin heç nəyə əsaslanmadığını qeyd etdi. Ermənistanın siyasi səhnəsində zaman-zaman ortaya çıxan revanşist ritorika, xüsusilə də Qarabağın güya Ermənistana birləşdirilməsi kimi əsassız çağırışlar bir daha göstərir ki, müəyyən dairələr hələ də tarixi reallığı və 44 günlük vətən müharibəsinin nəticələrini qəbul etmək iqtidarında deyillər. Alvina Ağababayan kimi şəxslərin ortaya atdığı bu sərsəm fikirlər nə hüquqi əsaslara, nə siyasi məntiqə, nə də regional reallığa uyğun gəlir. Bu cür açıqlamalar yalnız erməni cəmiyyətində revanşizm toxumlarını səpməyə xidmət edir və bölgədə sülh prosesinə xələl gətirir. Reallıq isə çox sadədir. Azərbaycan Qarabağ üzərində suverenliyini tam bərpa edib. Bunu Ermənistanın özü də rəsmən etiraf edib, 8 avqustda paraflanan sənəddə tərəflərin bir-birinə qarşı ərazi iddialarından imtina etməsi təsbit olunub. Ermənistanın baş naziri Nikol Paşinyan konstitusiyaya dəyişikliklər edilməsini gündəmə gətirməklə illərlə erməni cəmiyyətinə yeridilmiş saxta emiyatsum ideyasının nə qədər mənasız və davam etdirilməsinin mümkünsüz olduğunu dolayısıyla təsdiqləyir. Putin təzyiq hiss edir, lakin o həddə çatmayıb, Hill. Moskva hazırda problemlərlə üz-üzədir, lakin onların heç biri ABŞ danışıqlarda əhəmiyyətli üstünlük verəcək qədər ciddi deyil. Axar az xəbər verir ki, bunu ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Fiona Hill Rusiyanı Ukraynaya qarşı müharibəni dayandırmağa nəyin vadar edə biləcəyi barədə danışarkən deyib. Elə anlar var ki, Putin yəqin ki, təzyiq hiss edir, lakin onların heç biri o həddə çatmayıb ki, o qərar vermək məcburiyyətində qalsın və ya seçimləri tükənsin, o bildirib. Qeyd olunub ki, Qərbin onu dayandırmaq cəhdlərinə baxmayaraq, Rusiya hələ də enerji sənayesindən böyük gəlirlər əldə edir. Müharibəni dayandırmaq üçün fürsət var, Zelenski. Dünya indi açıq şəkildə hiss edir ki, müharibəni dayandırmaq üçün fürsət var və buna görə də aktiv danışıqlar Rusiyaya təzyiqlə dəstəklənməlidir. Axar az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciətində deyib. Zelenski qeyd edib ki, Avropanın Ukraynanın müdafiəsində və müharibədən sonraki təhlükəsizliyin təmin edilməsində fəal iştirakı indi vacibdir. Biz müharibəni bitirmək üçün səylərimizi maksimuma çatdırırıq. Ukrayna tərəfində heç bir maneə və ya gecikmə olmayacaq. Biz tamamilə konstruktivik tərəfdaşlarımızla çox çevik işləyirik və hamı, o cümlədən ABŞ tərəfi bunu qeyd edib.